Salam aleyküm değerli Hak Sesi TV1 izleyicilerimiz. Ağcabədi rayonunda neft bazanın yanıdır. Buranı kesipler, bu kazıplar, buranı kazılar. Buradan o taraftan su altına su verirdi bu asfaltın. Cənab prezidentimiz bura gələndə bu yol çəkildi. Allah canı saxlasın. Xocavənd yol üzü gördü. Amma bu yolu qazıb bu vəziyyətdə saxlayan, bilmirəm, su kanalizasiya idarəsidir yəqin ki, bunlar buranı qazandan sonra adi bir insan eləsəydi, deyərdi ki, cinayət törədib. Və bu idarə olaraq, bu cinayət deyilmi? Bax, bu maşınlar bu vəziyyətdə gəlir burayla belə gedir. Təsəvvürün göçün, yəni onları dırnaqarası çox tərifləyirlər ki, bu yolu belə qazdıqlarına görə. Abır həyə lazımdır adamda ki, bu yolu niyə bu vəziyyətə saldınız, qardaş? Sizə nə ixtiyar veriblər? Kim ixtiyar vermişdi ki, bu yolu bu vəziyyətə salasınız? Bu rayonun içi də belədir. Fikir etməlim. Bu işə zəhmət olmasa əncam çəkin. Adiyyəti orqanlar ayıbdır. Allah'ın olsun ayıbdır. Siz özünüzü nə yerə qoymuşsunuz? Gəlib qazdım, çıxdım, getdim. Və bu vəziyyət olar, bu belə vəziyyət olar, qazıb tullamışsınız bura. Hacıbaba kanalının deyirlərin yeri. Asan xidmətdən Xocavəndə sola dönəndə neft bazanın qarşısıdır. Kəsib, bu formu gətirib salmışsınız bu vəziyyətə. Görürsən, maşın nə tər düşür orada. Adamın vicdanı olar. Adiyyəti orqanlar, bir daha deyirəm, zəhmət olmasa bu yolun çarəsini nizama salın. Yəni bir də gözləyirsiniz ki, o dəmir yumruqlu cənab prezidentimiz gəlsin, onun dəmir yumruğu başınıza dəysin, gözünüz açılmasın. Ondan sonra buranı düzəldəsiniz. Yəqin ki, bizim çəkilişdən sonra bir daha bu məsələyə qayıdacağıq. Hak Sesi TV1 olaraq adama sözü bir dəfə deyirlər. Atalardan qalmış bir misaldır. Adını da bilirsiniz də 3 nöqtə. Sağ olun değerli izleyicilerimiz. Allah sizi var eləsin. Bizi izləyin. Növbəti görüşlərə qədər. Ağcabədinin belə natamam yerləri var ki, nataraz yerləri var ki, çəkib sizə göstərəcəyik. Nəinki Ağcabədi, bütün Respublikamızın hər bir tərəfində harda varıq, harda narazıçılıq var, biz oradayıq. Allah bayrağımızı üz eləsin. Prezidentimizin canı sağ eləsin. Allah xalqımızı qorusun. Allah şəhidlərimizin məkanını cənnət eləsin. Şəhidlərin qədrini bilməyən, onlara bu azadlığı verib, ona bir dəyər verməyənlərin də burnundan gəlsin. Onların haqqı. Olar mı məmurlar? Sağ olun, var olun. O maşını fikir verirsən, təzə maşındır.